Şamil müəllim vurğuladı. Biz bir neçə ali təhsil ocaqlarında, o cümlədən orta məktəblərdə, orta ixtisas təhsil bazalarında tədbirlərimiz olub, dəvət ediblər, sağ olsunlar, etimad göstəriblər. Amma bu günləri bu bir təsadüf deyil ki, biz 280 nömrəli məktəbdəyik, burada bu tədbiri keçirdirik. Xüsusi olaraq məktəbin rəhbərliyinə minnətdarlığımı bildirirəm ona görə ki, o lövhəni mən burada gördüm, Xocalı ilə bağlı. Şəhid sayımız, itki sayımız, bütün hamısı o lövhədə cəlb olunur. Ona görə mən müəlliməyə minnətdarlığımı bildirirəm, sağ olsun. Mən geniş danışmayacağım, çünki Məhəmməd müəllim hər şey danışdı, oğlu haqqında. Biz qürur duyuruq ki, bizim elə oğullarımız var. Və o bir deyil. Bilin ki, Azərbaycanın gəncləri, bax, burada əyləşən gəncləri qızlı oğlanını fərq edilməz. Hamısı o şücaətdə yetişirlər. Çünki biz bir vətənpərvərik. Bizim 92-ci ildə, 90-cı ildə, düzdür, bizim rəhbərimiz, bax, ölkə bir ailədir. Ailədən götürək. Bir ailənin böyüyü, ağsaqqalı, normal olmayanda nə olur? Ailənin bütün üzvləri məhv olur. İdarəti yoxdur. Amma bugün fəxr edirik ki, biz, Cənab Ali Baş Komandanımız İlham Əliyev, Azərbaycanı düzgün idarə edir, düzgün siyasəti var. Allah bu öndərimizə rəhmət eləsin. Azərbaycanın qurucusudur. Azərbaycan ulu öndərimiz hakimiyyətə gələndə nəfəs aldı. Biz ölkə nə olduğunu, biz müstəqilliyin nə olduğunu onda bildik ki, biz müstəqilik, biz yaşayırıq, əsarətdən çıxdıq. Şükür olsun bu günə ki, mən bu gün qürur duyuram. Nəyə görə Şamil müəllim deyil? Şamil müəllim dedi, bugün bizlə bərabər yox, bizdən də 10 addım, 100 addım öndə, ulu öndərimiz bizə yadigar qoyduğu Cənab İlham Əliyev sərkərdəmiz bugün Xocalı şəhərində, bax, Xocalı soyqırımının tanıdılması ilə bağlı Ana Haray abidəsinin 10 hektar ərazidə inşa elətdirib, bu günlərdə onun açılışıdır. Və hər birinizə mən